Biz burada Qədir gecələrindən də danışdıq. Bir sual var idi, yeməklə bağlı idi ki, nə yemək yeyək ki, susuzluğumuz o qədər olmasın, həm ağırlıq verməsin, həm imsakda, iftarda indi bunu bilirlər, yəni iftarın biraz böyükdür vaxtı, amma imsakda daha çox insanları o maraqlandırır ki, nə yeyə bilərik? Baxın, ona görə deyirik ki, oruç həm də səhhətimizə xeyirdir. Çünki bugün tibb də sübut edir ki, insanın vücuduna ən çox zərər verən şeylər nələrdir? Şirin şeylər və duzlu şeylərdir. İnsanın vücuduna daha çox zərərli olan. Ona görə də biz daima bunu soruşan möminlərə, müsəlmanlara çox şirin şeylərdən və çox duzlu şeylərdən uzaq durmalarını tövsiyə edirik. Ağır yemək yeyib çox, baxın, bu doğru bir şey deyil. Sanki çox yemək yediyi zaman gec acacaq. Bu məntiq tamamilə yanlışdır. Bir çox insanlarımız bunu edirlər, burada yanılırlar. Yəni, mən nə qədər çox yiyərəmsə, o qədər gec acacam anlamına gəlmir. Bu yanlışdır. Təbii ki, az da yeməyəcəksən. Amma mədəni birdən-bir o şəkildə yükləmək də insan vücuduna zərərdir. Ona görə də duzlu və çox şəkərli şeylərdən qaçınsınlar, normal qidalarını alsınlar, hətta öz çəkilərinə görə də, vücudlarının durumuna görə də qidalanmaları, məsələn, elə insan var ki, aşırı dərəcədə kiloludur, yiyərsə yenə kilo alacaq, çünki elə vücud var ki, kilo almağa müsaitdir. Elə insan var ki, nə qədər yesə də kilo almır. Yəni, insan öz vücuduna görə onu tənzimləyəcək. Sadəcə duzlu və şəkərli şeylərdən